Qiymətini bilmək üçün, onu dəqiqləşdirmək üçün, heyvan diri ikən və yaxud da kəsildikdən sonra onun tərəziyə vurulması şəriətimizlə icazəlidirmi? Çox gözəl və aktual bir sualdır. Burada demək ki, nüans vardır. Daha doğrusu iki variant vardır. Birinci variant odur ki, heyvan kəsilməmişdən qabaq canlı şəkildə tərəziyə qoyulur, ittifaq edilir, çəkisi, qiyməti və daha sonra çəkilir. Burada heç bir işgal yoxdur. İkinci variant odur ki, heyvan alınan zaman bunun qiymətini belirləyirlər, lakin çəkisi, qəssab deyir ki, bu heyvanı apar kəs, kəsdikdən sonra təmiz ət nə qədər gələcəksə, onu çəkib mənə xəbər verərsən, pulunu bunun üzərində ittifaq eləyərik. Və burada ən işgal yeri buradır. Çünki işgal yeri odur ki, alış-verişin 7 dənə şərti vardır. O şərtlərdən birincisi bir şeyə malik olmaqdır. Mülkiyyə, intiqal-ül mülkiyyə. İntiqal-ül mülkiyyənin mülkiyyətin bir tərəfdən digər tərəfinə keçirilməsidir. Burada bu intiqal-ül mülkiyyə, mülkiyyətin keçirilməsi kəsimdən sonra baş verir. Burada isə mütləq şəkildə qurban insanın mülkiyyətində olmalıdır, ondan sonra kəsməlidir. İkinci ən böyük məsələ odur ki, burada iraqətid-dəm və qanın axıdılmasıdır. Qurbanda məqsəd ət almaq deyildir. Allah Azze ve Celle Quran-ı Kərimdə deyir ki, "Lən yenələllaha luhumuha və la dimauha, velakin yenaluhut-taqva minkum." Kəsdiyiniz qurbanların nə ətləri, nə də qanları Allaha çatar. Yalnız sizin təqvanız Allaha çatar. Burada yeganə məqsəd qurbanda Allah Azze ve Celle'ni əzəmətləşdirərək o qanı axıtmaqdır. Lakin o qurbanı təmiz əti ilə, çəki ilə kəsildikdən sonra qoyub onun üzərindən razılaşaraq, burada isə qurbandakı o məqsəd hasil olmur. Bu sadəcə ət satımıdır, ət çəkimidir. Ona görə hər bir müsəlmana tövsiyə edirəm ki, bu əzəmətli ibadəti əzəmətləşdirsin və qurbana ət gözü ilə baxmasın. Şərt odur ki, bu Allah yolunda onu əzəmətləşdirərək bu qanı Allah üçün axıtmaqdır. Allahdan istəyirəm hər birimizdən bu əməli qəbul eləsin. Barakallahu fikum. Allah Azze ve Celle sizə bərəkət versin. Uca Allah sizdən razı olsun. Amin və iyyakum. أليس الله بكاف عبدا